Bəlkə də yeganə çay evidir ki, hot-dog, şaurma və burritosu çaydan çox satılır. Mən belə şey görməmişəm. Yasamalda işləyənlər bura nahara gəlir, ABD. Bəxti gətirənlərin pulsuz yeyib içdiyi Nimçə Lounge sən demə bir fast food cənnəti imiş. Deməli məkanın 20 manatlıq dəniz seti var. Bura 4 dənə hot-dog, reyhan kompotu, qarpız və pendir daxildir. 4 nəfərlikdir, adama 5 manat düşür. Biz burada pide, quesadilla, burger və burritonu da yoxladıq. Burgerin çörəyi qalın olmasa daha yaxşı olardı. Mən burada ən çox burritonu bəyəndim. Üstü pendirli, içi bol, möhtəşəm bir nemətdir. Nimçədə açsaz mütləq dadına baxın. Haqqına, özüdür ki var. Valla. Dostlarımız pide və quesadillanı da çox bəyəndilər. Sonda bu nəhəng burgeri ən böyük çənə sümüyünə sahib olan dostumuz bir göz qırpımında mədəsinə göndərdi. Allah, bura çay içməyə yox, yemək yeməyə gələcəksən. Nimçədə hesabınız torbadan çıxarsa, hesab vermədən gedə bilərsiniz. Yəqin ki xəbəriniz var. Videonu dostlarla bölüşün, xəbərlər olsun. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.